Bir dəqiqə. Bir daha o dəvə cərəyanı eşitmisiniz də. Ki, dəvə sahibi kömək çağırmışdı. Demişdi gəlin qalxızaq. Hamı görmüşdü, bax çəkilmişdi kənardan baxmış görmüşdü ki, qalxızma yoxdur. Hamı itəlilə şahaya. Çünki yerdə qalsaydı başını kəsib yeyəcəkdılar. Xoş. Bu bilmirik ki, bu başı kəsilib yeyəndən sonra da heç kəsə heç hesab yetişməyir. Xoş. Axirdə çəkilmişdi kənara. Demişdi, bəzə şəmşir ilə vurun başı geçsin bunu, bu dəvanı. Çünki mən tək qalxızmaqla olmaz. Hamı gəl qalxıza. Bax bir, mən indi bəzə çəkilmişəm kənara da. Az nəzər müdiriyyət əslən işim yoxdur. Pullarını da verirəm. Bax bir, indi fəsli başlanandan bax hazır bu rəsanələrdə çıxartdılar ki, belə boşludur filan. Niyə və İstiqlal Perspolisin boşluğunu deyən yoxdur. Onların boşluğu çoxdur bizim. Onların müşkülləri çoxdur ya bizim. Nəcür olur bizimkilərə Tehranda Sədalı Sima hər gün bərnamə qoydu. Xoş. Və İstiqlal Perspolisin şəffaf deyirəm da mən. İstiqlal Perspolisinə bir dənə indiyəcəm o bilən müşkülatlarına bərnamə qoymayıblar. Bizimkinə hər gün, bir gün nümayəndəmizlə müsahibə edirlər, bir gün filanı ilə müsahibə, bir gün beymanı ilə.